بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Əziz qardaşlarım, əziz müsəlmanlar, Ramazanın sonuncu günündə özümə və sizlərə əzəmətli bir məsələni xatırlatmaq istəyirəm. Xatırlatma xüsusunda Allah Subhanahu wa Ta'ala Quran-ı Kerimdə buyurur ki: وَذَكِّرْ فَإِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Hamımıza məlumdur ki, Adəm evladı xatakardır, günah edəndir, səhv edəndir. Şübhəsiz ki, bizim də bu ayda, Ramazan ayında səhvlərimiz oldu, xatalarımız oldu, naqisliklərimiz oldu. Lakin bunların müqabilində bilmək lazımdır ki, bizim əzəmətli, rəhimli və mərhəmətli, günahları bağışlayan Rəbbimiz var. Allah haqqında gözəl zəndə olmaq lazımdır. Qalan bu saatları, bu dəqiqələrdən gün batana qədər Allaha çoxlu şəkildə istiğfar etmək lazımdır ki, Allahım, səhvlər etdik, xatalar etdik, naqisliklərə yol verdik, bizim günahlarımızı bağışla. Allah Subhanahu wa Ta'ala Quran-ı Kerimdə buyurur ki: İnnallâhe yağfiruzzunube cemi'a. Allah Subhanahu wa Ta'ala bütün günahları bağışlayır. Allah Subhanahu wa Ta'ala bütün günahları bağışlayır. Ona görə qalan bu vaxtlarımızı Allaha çoxlu şəkildə istiğfar edək, Allahdan bağışlama diləyək. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, əstəğfiruka və atubu ileyk.